Salam dostlar, hər birinizi salamlayıram. Mən Qəmzə, Azərbaycan Tibb Universiteti mühəndislik ixtisasında təhsil alıram. 3-cü kurs tibb tələbəsiyəm. Bakalavr üzrə oxuyuram, prezident deyiləm. Bu barədə çox suallarla qarşılaşıram. Cərrah olmaq istəyirəm və bu yolda irəliləyirəm. Və 1-ci kursdan etibarən əməliyyatlara girirəm. Bugün sizinlə bir tələbədə cərrahi bacarıqları necə inkişaf edə bilər, bu barədə danışacağıq. Demək, dostlar, birinci bu suala cavab verək. Praktikaya nə vaxt başlamaq lazımdır? Əgər siz cərrah olmaq istəyirsinizsə və söhbət gedirsə, məncə irəli səviyyəyə gəlmək, o zaman 1-ci kursdan başlamalısınız. Bu barədə çox miflər eşitmişəm. Mən gedəndə də deyilirdi, amma mən təcrübə etdim və əminliklə deyə bilərəm ki, 1-ci kursda praktikaya getmək üçün tez deyil. Söhbət əməliyyatxanadan gedir. Yəni acilə getmək üçün tez ola bilər, amma əməliyyatxanaya getmək üçün tez deyil. Bilirsiniz ki, 1-ci kursda anatomiyanı bitiririk. Anatomiyanı bitirib, bax düşünün, anatomiyanı tətbiq edə biləcəyimiz əməliyyat xəstəxana şöbəsi hansı şöbədir? Aydın məsələdir ki, əməliyyatxana idealdır bunun üçün. Ona görə əməliyyatxanaya getməlisiniz. Təbii ki də burada söhbət gedir anatomiyanı yaxşı bilən tələbələrdən. O zaman sizin birinci məqsədiniz 1-ci kursda anatomiyanı yaxşı oxumaq və öyrənməkdir. Netdir atlasından istifadə etməkdir ki, hər şeyin lokalizasiyasını yaxşı biləsiniz. 1-ci kurslarda real danışsa, əməliyyata necə getmək olar? Əgər siz rayondansınızsa, aydın məsələdir ki, rayonlarımızda tələbələri çox yaxşı qarşılayırlar və baş həkimə müraciət edərək, düşünürəm, istənilən əksər rayonumuzda praktikaya getmək olar. Zaten əksər tələbələr də rayondandır. Elə mən də rayonda başlamışdım 1-ci dəfə. Yavaş-yavaş əməliyyatlara girməyə başladım. Amma ayaq işləri də görürdüm. Yəni ki, sap açmaq olsun, biks daşımaq olsun, xəstə daşımaq olsun. Yəni ilk başlarda elə başlamaq lazım deyə düşünürəm. Yəni sıfırdan əziyyət çəkə-çəkə məncə step by step irəliləmək lazımdır. Sonra yavaş-yavaş irəliləməyə başladıq. Ona görə ki, mən hər gördüyüm şeyi başa düşürdüm. Yəni orada boşluğa baxmırdım. Məsələ budur ki, dostlar, siz əgər anatomiya bilmirsinizsə, orada sadəcə qan gölü görəsiniz və yaxud da bir boşluq görəsiniz. Və əgər boşluq görürsünüzsə, 1-2 gün sonra, bir neçə əməliyyat sonra sıxılmağa başlayacaqsınız. 1-2 dənə şəkil çəkdirəndən sonra, nə bilim, 1-2 dəfə orada farabif tutandan sonra qolunuz yorulacaq. Amma orada gördüyünüz şeyi başa düşsəz, yorulmayacaqsınız. Və bu şəkildə. Hər gün evə gəlirdim, hələ onu da 1-ci kursda oxuyurdum. Evə gəlirdim, həmin o mənə qaranlıq qalan şeyləri gedib evdə təzədən oxuyurdum Şvartstanın anatomiya kitabından və aydınlaşdırırdım. Sabahsı gün yenə həkim soruşanda ki, bu nədir, o nədir, hamısını bilirdim. Bu cəhətdən heç vaxt xatırlamıram ki, məsələn, həkim nəsə soruşsun, mən ona cavab verəməyim. Sonra yavaş-yavaş həkimə dedim ki, mən tikməyi öyrənmək istəyirəm. Həkim dedi ki, yox, olmaz, sən 1-ci kursan, olmaz. Dirəşdim, neysə, əlimdən tutub da öyrətdi. Çətinlik çəkməyə getdim, çünki solaxay idim. Amma öyrəndim. Öyrənəndən sonra çox doyumsuz bir insan olduğum üçün bir alt təbəqəyə düşmək istədim. Sonra kursun ortalarında aponevroz da tikirdim. Belə, yavaş-yavaş, yəni bir təbəqə aşağıya düşmək lazımdır, dirəşmək lazımdır. Bir dənə yerdə yekunlaşmaq lazım deyil. Mən tikəndə, dostlar, bilirsiniz necədir? Orada heç tikişiniz görünmür. Bir dənə belə xət görünür, heç nə, bir dənə büzüşmə və s. heç nə olmur. Amma təzə başlamaqlar belə deyildi. Yavaş-yavaş, daha hər dəfə üst səviyyəyə çıxartmağa başladım. Drenaj qoymaq, drenajı tikmək, öz-özümə damar bağlamaq olsun, kəsik atmaq olsun. Elə bir səviyyəyə gəlmişdim ki, məsələn, həkim qarşımda işləyir, üz-üzəyi artıq 1-ci assistent kimi girirdim əsasən. Deməli, həkim orada setka tikir, mən də bu tərəfdə bir dənə boşluq görürüm. Öz-özümə sestraya dedim ki, zəhmət olmasa bir dənə əlavə qladiator varsa verin. Heç kimə soruşmadan özüm sakitcə oradan onu götürdüm, bağlayırdım, nə bilim, nəsə lazım olur, deyim, zəhmət olmasa verəriz, bunu yandırım. Amma belə. Burası sərbəst şəkildə özümü idarə eləməyə başlamışdım. Mənlə əməliyyata girəndə həkimin üstünlüyü bu idi ki, məsələn, həkim normalda üzünü çevirir, tibb bacısına deyir ki, məsələn, mənə arterialını ver, ondan sonra verirdi. Amma mənlə işləyəndə həkim üzünü çevirib heç vaxt demirdi ki, qayçı ver, nə bilim, arterialını ver. Çünki mən əməliyyatın gedişatına uyğun özüm qərar verə bilirdim ki, hal-hazırda hansı alət lazım olacaq və onu uzada bilirdim. Hətta komplikasiya olsa belə. Və həmişə ağır işə qaçan olmuşam. Məsələn, harada kök xəstə var, çətin xəstə var, qanaxma olan xəstə var, heç kimin girmək istəmədi, gedib onlara girirdim. 3-cü kursda oxuyanda artıq praktikaya gitməklə bərabər evdə də məşğul olmağa başladım. Evdə təchizat qurdum özümə, alətlər olsun, çoxdur evdə alətlər. Gətirin göstərim sizə alətlərimi. Mikroskopik gözlüyüm var.
evdə hal-hazırda mikroskopik işlərlə məşğulam. Baxın, heyvan materialları üzərində işləyirəm. Qəssabdan sifariş verirəm. Yəni, 3-cü kursda oxuyanda artıq öz istəyimlə əməliyyatxanaya getmirəm. Bəzi hallarda, məsələn, həkimlər zəng edir, çağırır ki, yəni, bugün gələ bilərsən, belə bir əməliyyat olacaq. Onda gedirəm. Yəni, bu şəkildə. Əsasən, amma evdə qalmağı tərcih edirəm artıq. Yəni, evdə özlərində səliqəli işləməyi öyrənməyə çalışıram. Burada da mənim kardiovaskulyar cərrahiyyə üçün olan alətlərim mövcuddur. Bunlar ali alətlər deyil. Evdə özünüzə təchizat qurub da çalışa bilərsiniz. Evdə nələrlə məşğul ola bilərsiniz? Məsələn, mən 1-ci kurs olsam evdə nələrlə məşğul olardım? Bu barədə Instagram səhifəmdə kifayət qədər video var. Məsələn, kibrit çöplərindən bina tikə bilərsiniz ki, bu sizin əlinizin titrəmələrinin qarşısını ala bilər. Düyün atmalar eləyə bilərsiniz. Bir dəqiqədə neçə düyün atdığınızı ölçə bilərsiniz. Kiçik uşaq üzərində anastomozlar həyata keçirə bilərsiniz. Bunu 2-ci kursda da həyata keçirə bilərsiniz. Və bu şəkildə özünüzü təkmilləşdirə bilərsiniz. 2-ci kursda oxuyanda artıq, məsələn, mənə xoş olan məqam o idi ki, məsələn, həkimlər bir gün qabaqdan mənə deyirdilər ki, sabah bu əməliyyat olacaq, gələrsən kömək eləməyə. Və yaxud da bugün bu əməliyyata gələrsən, bugün buna girərsən. Hətta bir dən elə olurdu ki, keçən il çox yaşamışam bunu. Məsələn, həkimin başqa bir əməliyyatdayım, həkim gəlir deyir ki, o biri həkimə deyir ki, zəhmət olmasa biraz tez burax, mənim də əməliyyatıma girsin. Sonra o tez buraxmır, onun əməliyyatına girmirəm, o deyir ki, niyə mənim əməliyyatına gəlmədim, belə inciliklər yaşanırdı. Yəni, siz o qədər savadlı olmalısınız ki, həkimlər də sizi sevsin və sizlə işləməyi sevsin və sizə xəstəni əmanət eləyə bilsin. Amma 3-cü kursda oxuyanda artıq sistemik olaraq əməliyyatlara getmirəm. Məsələn, olur birdən həkimlər zəng edir, bugün gələ bilərsən bu saatda, yəni dərsdən sonra əməliyyat var, köməyə gəlirsən. O elə olanda gedirəm. Biz belə adi halda yox, daha çox evdən məşğul oluram, alətlərim var, təchizatım var. Yəni artıq daha çox səliqəli işləməyə fokuslamışam, əl incəliyinə fokuslamışam, öyrənməkdən çox. Bu şəkildə. Yəni ilk mərhələ nəzəri və praktik olaraq öyrənmək mərhələsidir. Sonraki mərhələdə əlinizin səliqəsini təkmilləşdirməyə başlayırsınız artıq. Mən də artıq bu mərhələdir. Əslində bəzi şeylər mənə gülməli gəlir. Məsələn, olur məsələn olimpiyadaya gedəndə və s. çox şeylərlə qarşılaşmışam universitetdə və s. deyiblər ki, sən 3-cü kurs tələbəsən, hələ siz cərrahiyə keçməmisiniz, sən nə bilirsən ki, nə bilim əməliyyatlara girənməsən, belə eləyənməsən və s. və ilə axır, nə bilim, sonra deyirlər ki, uşaqsan, əməliyyata girənməsən, nə bilim, qızsan, gücün zəif deyilsən, beləsən. Belə şeylərə fikir verməmək lazımdır. Yəni, faktik olaraq nələr elədiyimiz ortadadır. Yayda artıq bilirsiniz ki, 3-cü kursu bitirəndən sonra siz stajyer həkim olursunuz və rəsmi şəkildə staja gedə bilərsiniz xarici ölkələrdə. Deyərdim ki, bu fürsətdən yaxşı istifadə edin. Mən də bu istifadə edəcəm. Hər staj eyni səviyyədə ola bilməz və hər stajdan eyni nəticəni əldə edə bilməzsiniz. Ona görə də düzgün ölkə seçimi, düzgün xəstəxana seçimi və düzgün şöbə seçimi eləməlisiniz özünüzə uyğun. Və bu çox vacib məqamdır. Yəni, mən də bu il üçün 3-cü kurs tələbə olaraq Türkiyəni seçdim. Türkiyədə xəstəxana olaraq məsələn mənim seçimlərim başqa seçimlər idi. Amma Union Akademiya ilə davam edirəm yoluma. Və onlar bu mövzuda çox şəffafdılar, düzünə qalsa. Bu da məni qane eləyir. Qərar verdi ki, ən əlverişli seçim mənim üçün Yeditepe Universiteti olacaq. Burada hələ şöbə seçimi eləməmişik, hələ də düşünürük nə etmək olar, haraları seçmək olar. Mənim üçün də çaşdırıcı bir məqamdır. Amma arxamda dəstəkçi olan biriləri var, yaxşı mübadilə eləyə bilirik və inanıram ki, düzgün seçimi eləyəcəyik. Mən onlardan da xahiş elədim, mənim izləyicilərim üçün bir promokod veriblər, Gamze 2026. Siz də bu promokoddan istifadə eləyərək bu il, bu yay staja gedə bilərsiniz mənimlə birgə. Mən hal-hazırda 3-cü kursam, bundan sonra məni nələr gözləyir bilmirəm, amma yəni 3-cü və 4-cü kurslarda seçimim xaricdə stajdır, rəsmi stajlardır. 5-ci və 6-cı kurslar saydım məsəl ki, artıq rezidentura hazırlığıdır. Sizə məsləhət görürəm ki, həm nəzəri bacarıqlarınızı təkmilləşdirəsiniz, həm də praktiki bacarıqlarınızı təkmilləşdirəsiniz. Ümid edirəm ki, bundan sonra görüşdüyümüz videoda daha da irəli səviyyədə bir-birimizlə qarşılaşarıq. Hələlik.